Uşaqlar, siz bu testlərə diqqətlə qulaq assaz, qəbulda, buraxılışda bir sualınızı qaranti eləyərsiniz. Agreement sualları hansı tərzdə düşür, seçimə o testləri izah eləyirəm. Respect and trust, hörmət və inam. Burada respect sayılmayan isimdir. Trust sayılmayan isimdir. Amma burada and var. Biz and ilə ifadə ediriksə, deyirik, yəni bu və bu iki şeydən gedir söhbət. Bir respect, iki trust. Həmişə and-lə belə ayrılan bir şey görsəniz, bu formada üstünə 1, 2 yazın. Deməli, ona görə cavabımız olacaq 2, 4. Uşaqlar, amma burada diqqətli olmaq lazımdır. Məsəl üçün, sizə deyə bilər, yağ və bal səhər yeməyi üçün çox yaxşıdır. Burada biz məntiqi olaraq başa düşməliyik ki, yağla bal bir qida, bir yemək kimi gedir. İkinci test bu çox düşür. The paintings in this museum. Bizim mübtədamız budur. Mübtədamız iki isimlə ifadə olunub. Paintings, bir də museum. Bizim xəbərimiz buradan dayanıb, bizdən siqnal göndərir. Hansı isim siqnalı göndərsə, xəbərimiz o isimlə uzlaşacaqdır. O isimlə uzlaşacaq. İndi, mübtədamda iki isim var. Bu halda həmişə mən söz önüdən əvvələ baxacam. Söz önündən əvvəl gələn isim təkdədirsə tək, cəmdədirsə xəbərimi cəm götürürəm. Ona görə variantımız olur B bəndi. The list of winners. Yenə də mənim mübtədamda iki isim var. Birinci ismimiz təkdə, ikinci ismimiz cəmdədir. Xəbərim buradan durub mənə isimdən bir siqnal gözləyir. Mən hansı isimlə uzlaşdıracağım? Əlbəttə söz önü var. Söz önündən qabaqki isim list ilə uzlaşacaq. Təkdə olduğu üçün is, was. Gerundla ifadə olunan mübtədalar buraxılışa çox düşür. Və hər bir sınaqda var. Littering in the park. Gerund nədir? Feillərin sonuna ing artırılır. Biz onu gətiririk, qoyuruq cümlənin əvvəlinə, mübtəda kimi istifadə eləyə bilirik. Məsələn, sizə bir cümlə yazın. Baxın, reading books is useful. Mən niyə burada xəbəri is yazmışam? Çünki gerund olduğu halda cümləmizdə bizim xəbərimiz həmişə gerundla uzlaşır. Ondan sonra isim istədiyi qədər gələ bilər, 5 dənə gələ bilər, 10 dənə gələ bilər. Amma bizim xəbərimiz gerundla uzlaşacaq. Gerund isə təkdə istəyir. İndi gəlin bu cümləni bir də məstər formasında yazaq. Məstər olarkən də baxın, eyni şəkildə bizim xəbərimiz məstərlə uzlaşacaq. Buradan bir şeyi yadda saxlayırıq. Əgər mübtədamız gerundla və yaxud da deməli, məstərlə ifadə olunarsa, xəbərimiz həmişə təkdə olacaq. Ya is, ya was, ya has, həmişə təkdə olacaq. Testimizə baxırıq. How many tubes of glue? Burada how many bizim sual sözümüzdür. Bizim ondan işimiz yoxdur. Saxlayaq sual sözümüzü kənarda. İndi tubes of glue. Nəyə baxırdıq? Of-dan əvvələ baxırdıq. Burada cəmdirsə, burada da cəm olacaqdır. Sonra gəldik zeriz zera. Need ehtiyac deməkdir burada. Zeriz zerada biz birinci ismə baxırdıq. Əgər birinci ismimiz təkdədirsə is, əgər birinci ismimiz cəmdədirsə ar verirdik. Burada need təkdədir. Nəyə görə ar olmalıdır ki? Bu da getdi. 3 liters of blood. Dedik söz önüdən əvvələ baxıram. Nə? 3 litr qan. Neçə ismim var? 2 isimlə ifadə olunub mənim mübtədam. Hansı ismə baxmalıyam? Söz öndən əvvələ baxmalıyam. Xəbərim necə olmalıdır? Cəm olmalıdır. Düzdürmü? Düzdür. A lot of glasses of shoes. İndi xəbərim cəmdədir. Baxıram mübtədama. A lot of glasses of shoes. Nə edəcəm? Söz önüyə baxacam. Söz öndən əvvəldə glasses cəmdə verib, xəbərim cəmdədir. Demək ki, 3-4 düzgün variantımdır. A bəndi. Baxaq bu testimizə.
The number of-da bilirik ki, isim cəm, xəbər isə təkdə olurdu. İsim cəm, xəbər tək. Bu bizim əzbərimizdir. Xəbərimi burada were verib, cəm veribdir. Biri mən çıxardıram. Boss bilirdik ki, ən rahatıdır. Cəmdə olmalıdır xəbərim. Boss the cereal and flour. Yenə də bunu 1, 2 kimi düşünürük. Bunlar özləri təklikdə sayılmır, ha. Amma 1, 2 kimi and var axı, boss and. Ona görə xəbərimiz cəmdə olur. 2 düzdür. 2000 people. 200 adama həz demək olar, uşaqlar. Olmaz əlbəttə ki, have deməliyik biz. 3 çıxdı. Information about the games. Bizim mübtədamız budur. Information about the games. Nə? Oyunlar haqqında məlumat. Xəbərim isə təkdədir. Bu xəbər nə ilə uzlaşmalıdır? Bu xəbər bu halda olanda xəbər söz önüdən əvvəl ilə uzlaşacaq. Informationla uzlaşacaq. Ona görə düzgün cavabımız 4. 2 və 4. Digər testimiz. The number of bildik ki, ismi cəm, xəbəri tək istəyir. Baxıram, the number of architects ismim cəmdədir, əla. Working in the cave. Zaten bu bütöv ifadə olunubdur. Burada da xəbərim was'dur. Deməli, ismim cəm, xəbərim tək doğrudur. Test 2-də bu səndə harda görürdüm, cəmə gedirdim. Baxıram, were veribdir xəbərim, doğrudur. Baxaq, those mailmen. Mailmen, əvvəla those işarə əvəzliyi cəm formadıdır, onlar deməkdir. Mailmen də cəmdədir. Mənim niyə xəbərim təkdədir? Olmaz. Hundreds of sheep, yüzlərlə qoyun. Burada yüzlərlə sözü var ofdan əvvəl. Niyə mənim xəbərim təkdə olur? Olmaz. Baxaq test 4-də bir təhlil eləyək. Zəri zərada birinci gələn ismə baxırıq. Testi təhlil eləməyin yolu var. Veribdir there are many. Əla, bura kimi gəldim. Axı sən many sayılan isimlərlə işlənib. Bunu verirsənsə burada bir cəm ver. Baxıram B-yə. There is verib, əla, amma burada many olmaz axı. Many sayılan cəm olmalıdır isim həmişə. Ona görə bu da səhvdir. İzlə many getməz. There are many problems. We has nədir? Has sadəcə hidə, şidə olurdu. Çıxdı. 4-də there are many problems we have to settle. Həll etmək istədiyim, yoluna qoymaq istədiyimiz çox problemlər var. Əla, bunu götürə bilərəm. E variantında yenə there is verib və many olmaz. There is ilə many olmaz. There is deyirsənsə, sən match verməlisən və ya da sayılmayan isim verməlisən. Baxaq bu testimizə. Bu testləri mən də sizlə bərabər ilk dəfə baxıram. Təzə bir kitabımız var, oradan şəkillərini çəkmişəm. 20 dancers, 20 rəqqasə. 20 sözünlə xəbər niyə tək olsun? Bu xəbər cəmdə olmalı deyilmi? The number of the isim cəm xəbər tək olurdu. Baxıram, ismim cəm, xəbərim tək düzdür. A number of the isim cəm xəbər cəm olmalıydı. İsmim cəm, xəbərim tək səhvdir. The team consisting of the students of our university. İndi buradakı the team consisting of the students of our university. Baxın mübtədanın uzunluğuna. Biz nəyə baxırdıq? Biz ilk sözünüyə və söz öndən əvvəl gələn ismə baxırdıq. O da team olduğu üçün xəbərimiz də burada was veribdir, təkdədir. Düzgün cavab 2 və 4. 6. Thousands of soldiers. Minlərlə əskər. Ofdan əvvələ baxıram. Cəmdirmi? Cəmdir. Cəmdirmi? Cəm deyil. Xəbərim də cəm olmalıdır axı. One of-da necə olurdu? İsim cəm, xəbər tək. Baxıram, ismim cəmdirmi? Cəmdir. Xəbərimi tapım təkdirmi? Bəli, təkdir. Çünki isim cəm, xəbər tək olurdu. 2 düzdür. 3-də a number of participants. A number of da necə olurdu? İsmim cəm olurdu, xəbərim cəm olurdu. Cəmdirmi? Xeyr, getdi. 4-də the number of ismim cəm, xəbərim isə tək olmalıdır. Xəbər də keçmiş zamanda baxaq. The number of mobile phones sold this year, bu il satıldı, hasn't been revealed yet. Bəli, burada da xəbərimiz zaten tək ilə ifadə olunub. The number of mobile phones sold this
sold this year hasn't been revealed yet. Bəli, düzgündür cavabımız. Amma burada uşaqlar diqqət eləmək lazımdır. Bunu birləşmə formasına verib. Bu mübtədan bax budur. The number of mobile phones sold this year. Bu il satılmış mobil telefonların sayısı. Nə? Mənim mübtədan budur. Mən burada bu mübtədada nə edirdim? İsmim Cəm, mobile phones. Xəbərim isə tək oldu. Mən bu cür yanaşmalıyam testdə. 2-4. Baxaq, the number of dedik isim Cəm, xəbərim tək olmalıdır. O da düzgün gəlir. Seals Cəmdə. Baxın, mübtədam the number of seals in the Caspian Sea. Xəzər dənizindəki su itlərinin sayısı. Xəbərim isə təkdədir, düzgündür. A set of tools. Heç ara getmirəm, elə buradaca dayanıram. Söz önünü gördüm. Söz önündən qabaq ki, ismim təkdədir. Ona görə xəbərim təkdə olacaq. Düzdür. The collection of stamps. Collection of stamps da söz öndən əvvələ baxıram. Bu istənilən söz ola bilər. About da olar, between də olar. Sonra nə deyək? In, on, at istənilən sözün ola bilər. Söz öndən əvvəl təkdədir. Demək ki, mənim xəbərim təkdə olmalıydı. Getdi. The number of da ismim Cəm, xəbərim Cəmdə olmalıdır. Getdi. Bu da eyni tərzdir. Burada the number of verib əla. A small number of. Burada small da girə bilər bura. Çox şey girə bilər. A good da girə bilər. Siz nəyə baxırsınız? Bilirsiniz ki, bu article-la number-ın arasına hər hansı bir sifəti salıb sizin fikrinizi yayındırmaq istəyir. Amma biz bilirik ki, bu a number of-dur. Araya nəsə girə bilərmi? Girə bilər. A number of da isim Cəm, xəbər Cəm olduğuna görə baxın, xəbər təkdi getdi, xəbər təkdi getdi. Sonra the number of da xəbərim tək olurdu zaten. Burada düzgün cavabımız elə 1-3-dür. Baxaq bura. Where are women dressing room? Hardadır qadınların geyinmə otağı? Söhbət nədən gedir? Söhbət otaqdan gedir. Nə olmalıdır? Əlbəttə iz olmalıdır. Demir qadınlar hanım. Mənim xəbərim nəyə aid olurdu? Mənim xəbərim mübtədəyə aid olurdu. Mənim mübtədam nədir? Women's dressing room. Qadınların geyinmə otağı. Təkdədirmi? Təkdədir. Xəbərim neynir? Xəbərim mübtədadan uzlaşma gözləyir. Ona görə mən də xəbəri tək verməliyəm. 1 səhvdir. I haven't looked düzdür. I-da have olurdu da bunu bilirik. Many kids çox uşaqlar were düzdür. My cousin and her husband. Burada 1, 2. And'in sağını solunu 1, 2 demişdim yazın. Nə olacaqdı? Were olmalıdır. Var mı? Yoxdur. Düzgün cavab 2, 3. A slice of. Nəyə baxırdıq? Of-dan öncəyə baxırdıq. İzdimi? Xəbərim təkdədirmi? Təkdədir. There is there-da nəyə baxırdıq? Birinci gələn ismə baxırdıq. Cəmdirmi? Xəbərim nə olmalıdır? Cəm olmalıdır. Səhvdir. Can you prepare me? Hazırlaya bilərsən mənə? A cup of hot chocolate. İsti şokolad. Bir fincan isti şokolad. Burada modal feillərdə xəbərin tək və yaxud da cəm olduğunu biz seçə bilmirik. Ona görə bu cümlədə heç bir problem görmürəm. How many tablespoon of butter? İndi biz burada mübtəda nədir? How many-ni saxlayıram burada. Birinci mən mübtədama baxıram. Mübtədam nədədir? Mübtədam təkdədir. Düzdürmü? Təkdədir. Yaxşı, mənim bu mübtədam təkdədirsə, mən how many-də bir şey sayıla bilən cəm isimlərə sual vermirdikmi? How many tablespoons olar da? Nə qədər bu sayılır ki, how many ilə giribdir cümləyə? Nə qədər qaşıq deyirsə, mən burada cəm verməliyəm də. Ona görə səhvdir variantımız. Düzgün cavabımız olacaq 1 və 3. Baxaq bu testimizə. The number of isim cəm, xəbər tək. İsim cəm, xəbər tək. Baxaq görək bizim xəbərimiz hanı? Xəbərimiz bizim buradadır. Nə olmalıydı? İz olmalıydı. Getdi. Görün. The number of days until we get our first. Əslində bu cümlə belədir. The number of days are less than 10. Bu cümlənin bu araya giribdir bu hissə. Fikir verirsiniz, until bağlayıcıdır. Bağlayıcıdan sonra mübtəda var və bu mübtədanın bir də xəbəri var. Bizim çaşdırmaqdan the number of days-i veribdir
və araya salıbdı. Bir cümlə salıbdı. Sonra the number of days'in ardını gətiribdi. Sizi çaşdırmaq istəyir. Siz burada bunu seçə bilməlisiniz ki, Fatma müəllimə deyirdi ki, əgər mənim bağlayıcım varsa cümlədə, mənim 2 dənə cümləm olmalıdır. Mürəkkəb cümlə olmalıdır. Bir cümlə burada davam edir. Bir də ikinci cümlə də budur. Belə bir hallar var ki, cümlə araya girə bilir. Bax, bağlayıcı ilə gəlib girib araya. Karda daxildir. Bağlayıcım, mübtədam, xəbərim və tamamlığım. The number of days are less isə digər cümləmdir. Bunda səhv verib, is olmalıdır. The design of these modern buildings. Nəyə baxıram? Ofdan əvvələ baxıram. Təkdirmi? Təkdir, düzdür. Boss da deyirəmsə həmişə cəmdə olur. Tək verib, səhvdir. A number of deyirəmsə isim cəm, xəbər cəm verib, düz veribdir. 2, 4. 13. Where is the doctor's prescription? Hardadır həkimin resepti? Doctor's həkimin resepti təkdədir, bu da is təkdədir, düz verib. Ryan and Jane 1 nəfər, 2 nəfər. Xəbərimi Word-ə verib, Word-lə verib, düz veribdir. Dedik, əndin sağı solu sayırıq. 1 yazırsınız, sonra da 2 yazırsınız. The lighting in the theaters. The lighting, işıq in the theaters. Teatrdakı işıq. In our city. Burada da the lighting, bu fe'li sifətdir. Fe'li sifət olduğu üçün xəbərim mənim is olmalı idi. That man's poets. O kişinin şeirləri. Söhbət nədən gedir? Bu kişinin zülüm zillətlə yazdığı şeirlərdən gedir. Mənim xəbərim nə olmalı idi? Mənim xəbərim cəm olmalıdır. Söhbət kişidən getmir, ha. Söhbət kişinin şeirlərindən gedir. Ona görə xəbərim cəm olmalıdır. 1-2 düzgün cavabımız. Baxaq, Stefan prepared for the exam better than the rest of us. Stefan deyir, prepare for the exam, imtihana hazırlaşır. Baxaq, görək mübtədam nədir? Əslində bu test açsaq belədir. Bunu bizim Cambridge uşaqlarımız daha yaxşı bilər. Stefan who prepares olardı. Fe'lin sonuna s artırardıq. Getdi. Stefan üçün şəxs təkidir. My wish, mənim arzum, to help the poor. Mübtədam nədir? Mübtədam bax, düz bura qədərdir. Söz önünə ifadə olunubdumu? İfadə olunubdur. Söz öndən əvvələ baxırdımı? Baxırdıq. Təkdədirmi? Təkdədir. Nə olmadı? Was olmalıydı. Çıxartdıq. Everyone in our company. Bizim şirkətimizdəki hər kəs. Kim? Şirkətimizdəki hər kəs. Mübtədamdırmı? Mübtədamdır. İki ismin varmı? Var. Nəyə baxıram? Söz öndən əvvələ. Everyone'a görə olacaq has. Törəmələrdən sonra zaten fe'l həmişə üçün şəxsin təkində olur. The sky was. Sama da was'la üçün şəxs təkidir də düzdür. 3-4. 3'ə baxaq. The number of athletes in the tournament. The number of the isim cəm xəbər tək. İsmim cəmdir. Xəbərim təkdir. Düzgündür. The leader of the group. The leader of the group. Qrupun lideri. Baxaq. Kim? Qrupun lideri. Ofdan ifadə olunub, sözlərlə ifadə olunubdur. Ofdan öncə təkdədir ismim, ona görə was olmalıydı, səhvdir. The salaries at our company. Söz önü gördünmü? Gördüm. Nədir mübtədam? The salary at our company'dir. Nəyə baxıram? Söz önüyə baxıram. Söz öndən əvvəl cəmdirmi? Cəmdir. İndi gəlin xəbər axtaraq tapaq, görək haralardadır. Very. Very düzgündür də, fərqlidir. Olar, 3 gedir. Each of the cats. Pişiklərin hər biri. Each of da necə olurdu? İsim cəm, xəbər tək. Biz bunu yazdırmışıq. Bu da səhvdir. 1-3 düzgün cavabdır. Baxın, burada biz sizin üçün qeyd eləmişik. Əgər oxunursa, neyzə, eyzə, each, every. Bunlardan sonra isim həmişə birbaşa ofsuz gələndə. İsim tək, xəbər tək. One of, every one of, each of, neyzə of, eyzə of, which of, the number of. Bunlar ofla birləşdirmir. İsmi cəmdə, xəbəri təkdə götürürük. Some of, any of, all of, a lot of, more of. Burada nə edirdik? Burada isimə baxırdıq. İsim cəm olarsa xəbər cəm, isim tək olarsa xəbər tək.
Bir də a number of, several of, both of bunlar da isim cəm, xəbər cəm. Baxaq bu testimizə. These moments with family. Ailə ilə bu anlar. Baxaq, mübtədadan baxın, hamısı mübtəda gedir. Nəyim var? Söz önüm var. Nəyə baxıram? Əvvələ baxıram. Moment cəmdədirmi? Cəmdədir. Xəbərim nə olmalıdır? Cəm olmalıdır, düzdür. Several letters was found. Several sayıla bilən cəm isimlərlə işlənilir. Letters cəmdədir. Bəs niyə xəbəri təkdə verirsən? Neither of the devices. Bayaqları göstərdimsə, neither of necə idi? İsim cəm, xəbər tək getdi. A better response, daha yaxşı bir cavab. Xəbərim was'dur, article'dır, response da zaten sayılır, xəbərim də təkdədir, düzgündür. Düzgün cavabımız 1 və 4. 12-də there are 3 policemen. Policemen belə mi cəmlənir? Çaşdırmayın bizi. Getdi. The waiters want. Bu waitress, bu qadın deyil, waitress. Üçün şəxsin təkidir. Bu she'dir. She olduğu üçün feilin sonuna s olmalıdır. Getdi. A basket of fruit. Nəyə baxıram? Söz önüdən əvvələ baxıram. Təkdədirmi? Təkdədirmi? Xəbərim təkdədirmi? Təkdədir. There is zerada ilk gələn ismə baxırdı. A little biraz deməkdir. Much, little, a little. Onunkudur. Ona görə there is a little milk. Biraz süd qalıbdır. Bu da düzgündür. 3-4. Digər testimiz there are 3 policemen. Burada sanki bu təzə testdir. Bunu izah elədim. 13. No one. Törəmələr dedik. No one, everyone fərq yox. Törəmələr üçün şəxsin təki qəbul edir həmişə. Nə edirəm? Düzgün götürürəm. Many jitters. Many sayılan cəm isimlərlə işlənir. Cəmdə niyə was veribsən? Səhvdir. The apple on the table. Stolun üstündəki alma. Nə? Bu sənin mübtədandır. Nə var? Söz önü var. Hara baxsan, söz öndən əvvələ. Təkdədirmi? Təkdədir. Feilə baxaq. Tastes deməliydi. Çünki təkdədir. Feili təkdə olmalıydı. Feilin sonunda s'in olması indiki saydı zamanda onun tək olduğunu göstərir. The number of cattle. İsim cəm, topluluq bildirən isimdir. Xəbərim də təkdə, düzdür. Düzgün cavabımız olacaq 1 və 4. Baxaq bu suala. Zəri-zəradda həmişə birinci gələn ismə baxırıq. Birinci gələn ismimiz təkdədirsə tək götürəcək. Ona görə there is bircə dənə təkimiz zaten buradadır. A trustworthy person, etibarlı bir insan. Article zaten varsa biz nə edəcəyik? Tək ismə gedəcək. Ona görə olacaq D bəndi. Is respected by everyone. Hər kəs tərəfindən hörmət edilir etibarlı insana. İndi burada has tərcümələ oturmur ha. Baxaq burada several rooms mənim mübtədam. Zaten bizə belə asan düşməz. Mənim mübtədam cəmdə olduğu üçün nə edəcəm? İzi çıxardacam, was'u çıxardacam. 3 və 4. Düzgün cavabımız B. Bu testdə the appearances of these thieves. Nə? Baxın mənim mübtədamın uzunluğuna. The appearances of these thieves. Bu oğruların xarici görünüşləri. Nə edirdi? Mübtədam belə olanda, iki isimlə ifadə olunanda söz öndən əvvələ baxırdım. Söz öndən əvvəl cəmdə olduğu üçün biri 4-dür, biri 3-dür. Düzgün cavab 3 və 4. Belə uşaqlar, siz bu testləri eləsəniz, qeydlərinizi götürsəniz, bir sualınızı qarantiləyərsiniz. Çünki artıq 3 sınaqdır bu testləri dönüb səhv yazan uşaqlar var, aldanan uşaqlar var.